Bura Qubanın Buduq kənd ərazisidir. İstiqamətimiz Zeyid kəndinədir. Yol bağlı olduğuna görə məcburuq ki, biz yolumuzu piyada gedək. Zeyid kəndində yol bağlıdır. Görürsünüz orada yük maşını. Kamaz markalı avtomobil də batıb, Uaz markalı avtomobil də batıb. Yəni yağıntı yağanda konkret dağ üstü, Qapqazma, Buduq və Zeyid kəndlərində yol yoxdur. Biz də məcburuq bu yolu piyada gedək. Bizim yollarımıza baxan yoxdur. Ya bu pis vəziyyət. Qar yağandan cemaat gəlib əllə təmizləyib buranı. Biraz yerli bildilər ki, rayona gidib gəlişimiz yoxdur. Rayona gedə bilmirik. Kartol sahələrdə tumumuzu gətirə bilmirik. Kartol ekmək istəyirik, tumu gətirə bilmirik. Son vaxtlar olubdur. Bu yağışlardan son vaxtlar deyəndə belə gedir, bir aydan yuxarı belə bir yol var. Aprel ayından bəri biz çox əziyyətlər çəkirik, çox zülümlər çəkirik. Ümumiyyətlə gediş-gəliş bir çətindir. Xəstəmiz olanda rayon mərkəzinə, xəstəxanaya çatdıra bilmirik. Çox çətinlik çəkirik. İndi hal-hazırda rayon mərkəzinə gedə bilirsiniz ya yox? Yox, üzr görürsünüz ki, bax nə zülümlə gəlmişik. Orada bir maşın batdı qaldı. Bax burada yolumuz çox bərbad vəziyyətdədir. Ümumiyyətlə İndi yol bağlıdır da. Bəli, yol bağlıdır. 4-5 saat biz yol gəlir o. Gəlib çıxmaq olurlar. Hər yeri işğin, ya baxanımız var, ya bir şey. Avtomobil nasaz olur bu yolda? Əlbəttə ki, hər gidəndə 250-300 manat avtomobildə pul qoyuruq. Qazandığımız yoxdur. Bələdiyyəyə müraciət etmişsiniz? Eləmişik, heç bir icraya da müraciətləmişik, belədə də heç bir xeyri yoxdur. Nə deyirlər sizə bələdiyyə? Baxılacaq. Elə bilginlə ki, bundansa bizə bir rayonda bir Zeyid kəndi, Buduq kəndi, bir dənə 5 mərtəbə, 3 mərtəbə versinə gidib orada yaşayaq, pulağı da verdik bələdiyyəyə kənsibetindən. 3 saatdır ki, rayon mərkəzindən kəndə gəlməyə çalışırıq. Və hal-hazırda şükürlər olsun ki, gəlib çatmışıq. Amma nə vəziyyətdə gəldiyimizi sözlü şahid oldunuz da yəqin ki. Bax, bizim günümüz, güzaranımız budur. Bələdiyyə zəng edirsən, ya telefonlarımızı açmır, nə bir şey. Aprel ayından bəri Zeyid, Buduq kəndi bax bu vəziyyətdədir. Yolumuz bərbad vəziyyətindədir. Mən xahiş edirəm aidiyyatı orqanlara bunu işıqlandırasınız, aidiyyatı orqanlar görsün, bizim vəziyyətimizi, bizim yaşayışımızı görsün və bizi nəzərə alsın. 35 evdən 17 evdə yaşayış qalıb. Çoxsu da nəyin üzbatından? Bu yolun belə bərbad vəziyyətdə olmağından. Xahiş olunur bir rəhbərliklərdən, dövlət rəhbərlərindən biz üçün bu yollara tədbir görsünlər. Bələdiyyəyə müraciət etmişsiniz yolla bağlı. Bələdiyyə müraciət eləsə də baxmırlar. Heç bir təşkil, nə bələdiyyə baxmır, nə icra nümayəndəsi baxmır, maraqlanmırlar. Cəmaatın vəziyyəti əziyyətdir, çox əziyyətdir.